Hayday sevərlər, bu günlərim Haydayda olan yeniliklər haqqında danışmaq istəyirəm sizə. Rəqabətçi görev etkinliyi gəlib. Görev etkinliyində budur ki, burada bizə verən görevləri yerinə yetiririk və hədiyyələr qazanırıq. Yəqin ki, bunu bir neçə dəfə oynadığımıza görə. Deməli, bunu bir neçə dəfə oynamışıq. Yəqin ki, bilərsiniz, məlumatınız var. Yeni də çəkim göstərim dedim. Tasarım gəlib. Tasarıma biz qatılmışıq. Burada da göstərir. Buranı təmizləmişik. İndi bizə burada görevlər verir. Bu görevləri yerinə yetiririk. Görək hansı var. Məsəl üçün bu mən var götürmüşəm. Başqa nələr var? Başqa. Məsəl üçün bu da var. Yadımdadır. Hər ikisini qoyum elə. Daha sonra başı batırmasası bu da var. Daha sonra bunlar yoxdur, hələ gəlməyibdi. İnşallah ki gələr. Elə bir ki olanları yerləşdirirsiniz, olmayanları da indi almaqda olur. Bunlar yoxdur, bunlar gələcək. Bəziləri bunu onaylasam da yoxdur. Çünki bizdə bu var. Bu sadəcə olaraq 299 almazlıdır. Məndə də o olmadığına görə ala bilmədim. Mənim almazım az olduğuna görə onu ala bilmədim. Görək ayrı nələr var. Bunlar yox idi. Burada qalmışdıq. Bunda qalmışdıq. Sonra bu. Görürsünüz, bu da satışda var və yaxud da ki qızıl açarla almaq olar. Daha sonra bu da buradadır. Eynən pulla ödənişlə almaq olar. Bunlar da bir neçəsində ödənişlə təklif eləyir. Məsəl üçün bu məndə var. Daha sonra nələr var? Bu da olmalıdır məndə bu çitlər. Daha sonra deyirəm nə, məndə olmalı olanlar var idi. Hər hansı varsa var idi. Bu tren reysi gəlməyib. Atnalı falan. Burada mən bundan əvvəlki videomda, bu videonun altına da yerləşdirəcəm onu. Hayday Farm Pass çəkilişi eləmişəm. Yəni əgər həmən videoda kim yorum yazsa, videonu bəyənsə, abunə olsa, bax burada olan göstərilənləri biz onlara alıb hədiyyə eləyəcəyik. Yəni bu da ki, həmən qaliblər də proqram vasitəsilə seçiləcək. Yəni ki, bu arada onu da deyim ki, məlumatınız olsun ki, buradakı Farm Pass'ı alıb hədiyyə verəcəyik ona. Dedim məlumatınız olsun hər ehtimala qarşı, yəni dükkanı göstərirəm də sizə. Daha sonra görək bunlardan hansısı var. Bunların hamısı satışdadır. Görürsünüz ki, Farm Pass'ın da müddəti 4 gündür, bəzilərinki 2 gündür. Amma yox, əksəriyyəti 4 gündür. 4 gündür, 4 günə görə 4 günə qədər kim yazsa, abunə olsa, qalib olsa, Farm Pass'ı əldə edəcək. Yəni burada göstərdiklərimdən məndə olanları qoydum. Əksəriyyəti də satışda olduğu üçün alsam alıb istifadə edəcəm. Ala bilməsəm də ki, yəni başqa bir şeylərlə tasarım eləməyə çalışacağam. Yəni sizə də dedim ki, məlumatınız olsun. Olanları da çəkdim, paylaşdım. İndi keçək bura. Burada görək nə yeniliklər var.
Burada bize ücretsiz birinci 25 dənə açar verir. Ücretsiz batı sandığı verir. Görək nələr istəyir. Bundan alaq. Ziyanı yoxdur. Görürsünüz burada. Məsəl üçün onu oradan aldım. Geçirəm tasarıma. Tasarımda görürsünüz buna mənə 5 dənə istəyirdi. 2 dənə də olduğu üçün aldım koydum gördünüz. Görürsünüz. Belə bir şey olur. Belə. Qaldı bunun biri. Gördüğünüz kimi. Birini de alsam tamamlamış oluram bu görevi. Daha sonra keçib bir oyuna davam edək. Görevlərimizi yerinə yetirək. Burada mənə nəsə gəlib. Liderlik tablolarına katıla bilmək üçün ödülləri qazana bilərəm. Hələ ki 1000 puana gəlməmişik. 1000 puana gələndə qatılacağıq. Bu arada Farm Pass da bitib 4 gün qalıbdı da bitməyinə. Biz də bu oyunu tamamlamışıq. Onu da sizə deyim, göstəreyim. Görevimi baxın yerinə yetirdim. Pul kazandım. Daha sonra sandığı doldurmaq lazımdır. Annemiz ne oxşuyur? Daha sonra görək nə istəyir. Göndərmək lazımdır. Göndərək. Hediyemizi de aldı. Hazırlamağa koydum. Bəzi istədikləri də olmadığı üçün hazırlamağa koydum ki hazırlansın. 3 ədəd çiçək istəyirdi. Çiçəyi hazırlamağa koydum. Bir də yağ istəyir 4 ədəd. Yağı da koyaq hazırlansın. Görevlərimizi yerinə yetirmək üçün. Daha sonra nə istəyir? Biber dolması. Biber dolması üçün bizə ət lazımdır. Yəni ki, belə əziz izləyicilər, oyunun gedişatı belədir. Farm Pass haqqında da məlumat verdim. Yenə də abunə olub istifadə edə bilərsiniz. Bu günlük bu qədər. Gələn oyunlarda yeni məlumatlar haqqında, yeni xəbərlər haqqında sizə məlumat verərəm.